Salam, xoş gördük. Yenidən sizinləmiş olduğu kimi mənim həkim, psixoterapiya, yalan və bədəndir üzrə ekspert Elnay Rəhimov Tambovski. Sakit, narsist kişi kimdir? Yenə də xatırladıram, bu qadınlar da ola bilər, lakin kişilər çox rast gəlindiyinə görə onların üzərində dayanıram. Baxın, sakit kişi narsist. Adətən narsistləri biz hayküyçü bilirik. Özlərini belə qurban kimi göstərər. Mən sənin üçün bu qədər şeylər eləyirəm, mən yazığam, sənsiz yaşaya bilmərəm və yaxud da getsən sənin başına belə-belə oyunlar açacam və yaxud da mən hər şeyi sənin üçün eləyərəm, xilaskar rolunda başlayır getməyə, dünyaları sənin ayağının altına sərərəm. Yəni biz onları energetik, daha çox hiperaktiv biri olaraq tanıyırıq. Lakin bəzi psixopatik xüsusiyyətlərə malik olan narsistlər var ki, həddindən artıq çox mədəni görünür, çox sakit görünür, səsinin tonunu belə qaldırmır, nəinki söyüş söymək. Amma o sakitliyin içərisində o dərəcədə gözlər və qəlb boşdur ki, o dərəcədə güclü soyuqqanlılıq var ki, qadın dəli olmaq dərəcəsinə gəlir çatır. Qadın isterikaya gedir, nevrotik vəziyyətə düşür və hətta o dərəcədə soyuqqanlı olur ki, qadın əsəbindən əşyaları qırır, hayküy qaldırır, dağıdır, söyüşlər söyür. Amma sakit narsist kənardan bu şəkildə baxır. Bir bax özünə, gör nə gündəsən sən. Heç söyüş də söymür. Bir get özünə güzgüdə baxmısan. Bax, mən sənlə normal danışıram. Səsimi qaldırmıram. Söyüş söymürəm. Gör nə gündəsən ki, sən özünü belə aparırsan. Hətta xanımı ağrıyanda belə deyir ki, əşi, burada şiddəsi nə var yalandan? Zarıyırsan. Yaxını rəhmətə gedəndə, o ölümdür də, hər kəs öləcək. Artıq ölmək vaxtıdır. Və bu narsistlərin ən təhlükəlisidir. Yəni, xanım özünü qapana düşmüş bir quş kimi hiss edir. Heç bir yerdən çıxış yolu yoxdur. Ümid yoxdur. Ona görə baxın, belə insanlar həyatınızda varsa uzaqlaşmaq lazımdır. Və təsis etdiyim The Dark NLP Akademi və mənim komandam və başda da mən olmaqla təhlükəli insanlardan olan narsistlər, psixopatlar, duyğusal olaraq qeyri-stabil insanlar, o cümlədən paranoid insanlar, bu insanlara necə davranmaq lazımdır, necə yola gətirmək lazımdır, yeri gələndə necə manipulə eləmək lazımdır, necə əhəlləşdirmək lazımdır. Çünki insan deyirlər bunlar. Və lazım gələndə qaçış planını necə hazırlamaq lazımdır. Bu təsis elədiyim yeganə bir mərkəzdir ki, hansı ki, real şəkildə bu insanlarla başa çıxma taktikalarını öyrədir. Psixoterapiya da onun içərisindədir. Bütün travmalarda müalicə olunur. Ona görə yardıma ehtiyacınız varsa, direktə yazın. Diqqətinizə görə minnətdaram. Sağ olun.